İndi gəlin görək bu Petuq nə deyir. Aya, xəbərim yox imiş ya, bunun da şeyi dururmuş ya deyir. Kimin? Rehman Hüseyin ona sevgili olduğumuzu bilmeyen yoktu da. Ve hemen karşı benim oryantasiyam bəllidir. Aybədə, səni kabinetdə Hüseyin Əzizoğlu ilə tutmuşdular. Kanal için. Ondan sonra sen mən səni arxadan o qədər vurmuşuq bir-birimizə, mənim oğlan vaxtlarımda. Sənin qardaşın Hüseynov Avropaya getməkdə arvat paltarı giyinib 9 ay arvat paltarına gəzən insan. Siz hansı kişilikdən danışırsınız? Siz prezidentin oğlunu hansı kişilikdən, hansı şeylə ittiham edirsiniz? Gedib Avropanın qucağına oturub, arxadan, öndən, yandan, qulağından hər yerdən vurdurmuş insanlar. Siz nəyin kayfın yaşayırsınız? Prezident Amerika'ya gitmiş cəhənnəmə qaçsın ölkədən. Niye prezidentimizi rezil edirsiniz? Siz kimsiniz axı? Siz kimsiniz? Azərbaycanı dünyaya rezil edirsiniz. Azərbaycan xalqının adını bastırsınız. Bir prezidentin arvadına ağzınıza gelen deyirsiniz, bir kızına deyirsiniz, bir ona deyirsiniz. Sizin kimi tulalar yüzünden bugün Azərbaycan Amerika'da biabır oldu. Yok. Bence bir ne sen diyebilirsin? yapayım. Bence deyim de çok. Bence bu Nil Hanım başa düşüb ki bu balaca yerdən Alona'nı boşayacaktı. Bu istəyir ki balaca yerdən Alona boşasın. Bunu alsın. Ha.